Bağlamışda mən söz verilirken olar mı? Olar mı? Çünkü bu əmrləri konferansımızın günüz iclasının yekununda bizim həmkarlarımızın bir qismi çox yaxşı çıxışlar elədi, fikirlərini söylədi bizim yubileyimizlə bağlı. Mən də bir neçə kəlmə demək istəyirəm. Çox gözəl 2 gündür dünən başlayan o böyük təntənəli açılış iclası və bugünkü konferansda görürsünüz, əməkdaşlarımızın belə iştirakı. Bunlar doğrudan da fərəh gətirir, adamın ürəyini açır. Yəni, istəsək, hərəkətə gələ bilərik, belə deyək, daha məhsuldar, daha bir maraqlı işlər görə bilərik və s. Dünənki iclas haqqında bir kəlməni demək istəyirəm ki, təbii ki, akademiyanın rəhbərliyinə biz təşəkkür edirik üstümüzün kollektiv adından ki, onlar bunu adi bir institut yubileyi kimi eləmədilər. Akademiya həyatı üçün bir hadisə kimi elədilər. Bu, əlbəttə, bizim institutumuzda onun direktoruna olan akademiya rəhbərliyinin böyük inamıdır, hörmətidir. Bu bir tərəf məsələdir. İkincisi, mən bildim ki, orada deməli, o hesabat məruzəsi bir də mənim olduqca gözəl qurulmuşdur. Orada həmin üstümüzün uzun tarixi boyunca olan uğurları, həyatda olmayan böyük alimlərimizin yad olunması bunlar çox mühüm məsələlərdir. Çünki onda adamın inamı artır ki, bir 20-30 ildən sonra bugünkü adamların bəziləri olmayanda olan, yenə də onlar da yaddan çıxmayacaqlar. Bu ötürülmədir, bu ənənədir və böyük ziyarlılıq, mədəniyyət belə şeylərdə toplanır. Ona görə də mən təşəkkür edirəm. O gözəl o məruzələri siz orada elədiyinizə görə daha rahat yanaşa bilərdiniz. Amma orada böyük məsuliyyət hissi olurdu, o bizim üstümüzün sifətini orada göstərdi. Bu çox vacib bir məsələdir və oradan uzağa çıxıyoruz. Dostlarımız da orada oturan yoldaşlar, çıxış edənlər də ona yüksək qiymət verir və bizim bütün kollektivimizi sevindirdi. Və mən də bütün dostlarımıza, həmkarlarımıza qoşulub bir daha kollektivimizi, özünüzü gözəl yubiley münasibətindən təbrik edirəm, arzu edirəm ki, bu yubileyin keçirilməsi bizi yeni, deməli, uğurlu tədqiqatlara və yeni uğurlara stimullaşdıracaq. Təşəkkür edirəm.